Dünyaca məşhur Üç Müşketör əsərinin müəllifi Aleksandr Duma Azərbaycanda şahmatda məğlub edilir. Özü də gənc bir Azərbaycan xanımı tərəfindən. Yaxın gəl, danışıram ayaqüstü tarix. Tarix 1858-ci il. Məşhur fransız yazıcı Qafqaza böyük səyahətə çıxır. Avropalı bir ziyalı kimi bəlkə də düşünürdü ki, buralar ancaq dağlardan və at çapan döyüşçülərdən ibarətdir. Səfər çərçivəsində yolu Qarabağ Şuşaya düşür və burada onun dövrün ən ziyalı qadınlarından biri, sonuncu Qarabağ xanının qızı şairə Xurşudbanu Natəvan qarşılayır. Natəvanın o vaxt cəmi 26 yaşı var, amma zəkası, savadı və fransızcası ilə hər kəsi şoka salır. Duma ona qonaq olur və aralarında bir şahmat partiyası başlayır. Təsəvvür edin, bir tərəfdə Avropada zəkası ilə öyünən, özündən əmin, qürurlu bir dahi, digər tərəfdə isə şərqin nəzakətli, amma iti zəkalı xanımı. Duma gülümsəyərək asanlıqla udacağını düşünür. Amma gedişlər irəlilədikcə vəziyyət dəyişir. Natəvan elə ustalıqla həmlələr edir ki, fransız yazıcı nə baş verdiyini anlamır və şah mat. Duma darmadağın olur. Amma həm də məftun olur. Bu məğlubiyyət ona o qədər təsir edir ki, xanımın zəkasına heyran qalaraq özü ilə gətirdiyi fil sümüyündən hazırlanmış o məşhur şahmat fiqurlarını Natəvana bağışlayır. Natəvan isə ona öz əlləri ilə işlədiyi zərif bir pul kisəsi hədiyyə edir. Hətta Duma Parisə qayıdanda yazdığı Qafqaza Səyahət kitabında bu gənc Azərbaycanlı xanımdan böyük heyranlıqla bəhs edir. Yəni bizim qadınlar 19-cu əsrdə Avropanın ən böyük beyinlərini belə masada mat etməyi bacardı. Bəs o gündən bu günə nə dəyişdi? Rəylərdə müzakirə edək.